Hər vaxtınız xeyir. Bu günləri noyabr ayının 12-si 2025-ci il və acılığın 12-ci gününü davam edirəm. Hər şey yolunda, hər şey qaydasında. Düşündüyümüz, planlaşdırdığımız, dediyimiz kimi də gedir. Şükür Allah, hər şey qaydasındadır. Bugünkü günə qədər gəlib çatmışam. Öncədən danışmışam bu barədə ki, proses necə gedir, prosesin nə olduğu barədə danışmışam və gündəlik olaraq da bunu təqdim edirəm sizə və müəyyən şeylər var ki, onlar barəsində də məsələn kommentlər oxuyuram və yaxud da özümə şəxsi verilən suallara da videolarda danışa bacardığım qədər məlumat verirəm ki, aydın olsun hər kəsə. Yəni bu autofagiya prosesini anlasınlar ki, nə məsələdir bu autofagiya. Çünki bilirsiniz, yəni aclıq deyirik, amma adamlar onun nə olduğunu düşünə bilmir. Yəni anlaya bilmir ki, yəni söhbət nədən gedir. Yəni aclıqdırsa, hə nə olur ki, aclıqsa, yemək yeməyəcəksən, sənin təzyiqin düşəcək aşağı, nə bilim, mədəvə yemək düşməyəcək, mədən xərab olar, nə bilim, filan yerlər və filan şeylər çatmaz, belə olar, elə olar. Yalnız yəni negativ şeyləri düşünürlər. Bunu bilən insanlar, ondan anlayışı olan insanlar, həmin o adamlar ki, bəzən görürsən ki, mənə də komentar yazırlar, görürəm və çox da bəyənilən bir şeydir, çox da xoşuma gəlir ki, yəni bu insanlar məlumatlıdırlar və əlbəttə ki, onların çox olması bizim üçün yalnız faydadır. Çünki nə qədər məlumatlı insan olsa bundan, onların müəyyən təcrübələrini keçirəcəklər və təcrübələrdən əgər praktik olaraq fayda alandan sonra bunu dəqiq özləri üçün bir müalicə vasitəsi kimi də daimə istifadə edəcəklər. Hər bir yaşda eləmək mümkün olan bir şeydir bunu. Yəni bu müalicəvi xarakter daşıyan bir proses. Yəni bu aclığın mən öncədən dəfələrlə demişəm, demək olar, hər çəkilən videoda da deyirəm, müraciətdə deyirəm ki, bu aclığı mən çəkini salmağa görə eləmirəm. Öncədən demişik. Yəni orqanizmi sağlam saxlayaraq, sağaldaraq, əgər onda artıq müəyyən proseslər belə xəstəliyə doğru gedirsə, qarşısını alıb, sağaldıb və ondan sonra normal həyatı yaşaya-yaşaya onu davam edəndə artıq səndə səkidə olmur. Onlar da çıxırlar, gedirlər. Yəni bu proses bunu özlüyündə öz işini görür. Autofagiya prosesi bu formada işini görə bilir də. Yəni bu belədir. Mexanizm belədir. Bu bizim daxilimizdə var. Allah bizi belə yaradıb və varımızı təbiətlə də ki, uyğunlaşırıq. Lazım olanda bunu istifadə edib, yenə də özümüzü əvvəlki yaxşı duruma qaytarırıq və yenə də işləyirik, yaşayırıq, qidalanırıq, yavaş-yavaş yaşımız artır. Yəni gedir, proses gedir. Yəni belə həyatımız elə xəstəliklərlə mübarizə apara yox. Müəyyən vaxtlarda profilaktik bu formada təcrübə keçirdik özlərimizdə. Sonradan onu təzədən əvvəlki formaya, daha sağlam, daha düzgün qidalanaraq əvvəlki formaya qaytarıb yenə də həyatımız davam edir. Autofagiya çox super bir sistemdir. Bu autofagiyanı gəlib çatdırmaq üçün aclıq eləmək lazımdır. Sən qida qəbul edirsən, autofagiya prosesi işə düşməyəcək. Yəni sən buradan gəldin, deyim ki, mən 16 saatdan sonra autofagiya prosesini buraxdım, başladı işləməyə, getdim sonra 2 saatdan sonra nəsə bir şey atdım ağzıma, yenə dayanacaq. Yəni bunu uzatmaq istəyirsənsə, gəlib pik nöqtəsinə qədər həddini çatdırmaq istəyirsənsə, bunu bu formada qida qəbul etmədən davam eləməlisən. Yəni sən suyu rahat şəkildə içib, həyatda qala bilirsən, orqanizm qidalanır, qida gedir yağlardan və o biri proseslərdə sizə artıq danışmaq. Vitaminlər barəsində danışmaq istəyirəm. Yəni bəzi insanlar o barədə görürəm ki, maraqları çoxdur. Vitaminlər
əsasən mən o qidalar ki, hansılar ki demişəm, bu ketoya aid olan qidalar, gündə 2 dəfə olan qida, bir məsələn gün orta saat 1-də, bir axşam saat 5-də yeyilən, həmin o rejim vaxtı yeyilən qidaların tərkibi həmin qidalarla, həmin o vitaminlərlə zəngindir. O qidalar bizə o vitaminləri verir. Yəni az olsa artıq onu alınma tərəfdən alıb orqanizmə qəbul etmək olar. Amma qidanı da normal şəkildə biz qəbul eləsək, təbii şəkildə orqanik qidaları qəbul eləsək, hansılar ki mən sadalamışam, o videolarımda var, ona baxa bilərsiniz. Onlar da, yəni bax indi sayacağım vitaminləri özünüz görəcəksiniz ki, nələrin içindədir və mənim dediyim həmin o qidaların içindədir. Bu məsəl üçün vitamin A. Vitamin A kərə yağındadır, yumurtadadır, ciyərdədir. Bu məsəl üçün bu bir. İndi baxın görün bunların üçün nə qədər kərə yağını mən təkrar edəcəm. Bax vitamin Y. Kərə yağında, göyərtidə, yumurtada, yəni ciyərdə. Yəni bu artıq bizim o gündəlik yediyimiz yeməkdə var da. Məsələn vitamin D. Kərə yağıdır, sonra treska balığı barəsində məlumat vermişəm. Treska balığının ciyərinin yağı çox super bir şeydir, çox faydalı bir şeydir. Onu axtarın, tapın, alın, gündəlik istifadə edin. Vitamin D günəşdə də var. Yəni günəşli günlərdə günəşin altında gəzib o bizə lazım olan vitamin D-ni də oradan ala bilərik. Düz qış aylarında biraz alınan məsələ deyil. Hətta günəş görsənsə də o bizə lazım olan qədər şüaları ilə ötürə bilmir onu. Sonra məsəl üçün vitamin C-dir. Vitamin C turşu kələm hazırlayırıq da, düzdür. Ona çalışın, heç nə qatmayın. Yəni sadəcə onu kvaşınını eləyin. Yəni duzlayın, qoy özünü tutsun. Necə eləyirlərsə, o turşuya necə qoyurlar, o cürdə yəni. Yəni heç bir başqa qatqı qatmayın ona. Yalnız kələm özü olsun. Super bir şeydir. Yəni vitamin C-nin miqdarından artığını verən bir şeydir. Yəni bir stəkanda 700 mg daha doğrusu vitamin D var. Yəni onu sən C var. Onu sən bir stəkan qəbul eləsən, artıq sən normadan qat-qat artıq lazım olan qədər sən bu vitamin C-ni qəbul edə bilirsən. Yəni göyərtidə də var, mal ətində də var, ciyərdə də var, yəni mal ciyərində, başqa heyvan ciyərlərində də əlbəttə ki var. Məsələn meyvələrdən çox vaxt indi apelsini falan deyirlər, portağalı. İndi o da tərkibində glukozası çoxdur. Yəni bizim rejimdə, bizim ketoda, yəni onları bizi qəbul eləmir. Nəyə görə? Çünki çoxdur da glukozası. Biz glukozaya kesib ketodan çıxa bilərik ya, glukozu qəbul etdiyimiz zaman. Ona görə onun məsələn sadalamırıq. Məsələn sinkdir. Sink çox vacib bir şeydir. Çox vacib bir şeydir. Sinki çox adam adın yadından çıxardıb ki, nə olan şeydir. Bax, məsələn, dəniz məhsullarında bol sink var. Yumurtanın özündə, yumurta görün nə qədər faydalı qidadır. Yəni, yeyilməlidir də bu, orqanik, kənd yumurtası. Biz ona kənd yumurtası, orqanik, super. Yəni, həyətində də saxla toyuğu, onun yumurtası eyni şeydir. Amma bu, yəni, orqanik olmalıdır. Yəni, bu fermalarda saxlananlar o deyil də. Yəni, yoxdur, tərkibi boşdur onun. Biz onu, axı, yeyirik, bilirik də. Ona görə sizə deyirik onu. Məsələn, mal ətinin özündə də yəni, bol sink var. Bunu da istifadə edin. Sonra selen lazımdır. Selen də eyni qaydada. Dəniz məhsullarında çoxdur, boldur. Yəni, dəniz məhsullarında balıqdır, krabdır, nə bilim, krevetkadır, belə şeylərdir. Ona görə o PVC qardaşlar ki, mənə sual vermişlər, o baxımdan soruşmuşlar. Ona görə deyirəm, yenə krevetkadır, lobsterdir, zatdır. Yəni, bunların içi hamısı zəngindir də bizə lazım olan vitaminlərlə. Yəni, bunlar bizə yalnız yardım edən şeylərdir. Belə, sonra deməli, selen Braziliya qozu deyirlər. Braziliya qozundan, amma onu buralarda mənim tapmaq olar, olmaz, bilmirəm harada olar. Mənim qarşıma çıxmıyor. Ona görə yəni, sadəcə bir məlumat olaraq onu verəm. Sonra med lazımdır. Med də yenə də dəniz məhsullarında, ətdə və yumurtada. Yəni, görürsünüz, lazım olan əsas 7 komponent olan bu vitaminlər hamısı mənim sadaladığım o qidalar ki var, yeyəcəyi, onların içində hamısı var. Artıqları var, kəsikləri yoxdur. Ya, vitamin K-yə qədər həmin o qidaların içində var. Bunları unutmayın, bunları yanınızda saxlayın, həmin qidalardan. Vitaminlər də sizi bol olaraq yəni, bəsləyəcək, heç artıq bir şey lazım olmayacaq. Sadəcə, məsələn, vitaminlər işləmək üçün yanında müəyyən elektrolitlər lazım olur. Onlar da məsələn o qidadan gələcək. Birdən azlıq eləsə, məsələn, müəyyən
liflərdən yanında istifadə etmək olar. Məsəl üçün vitamin D maqni ilə işləyir. Yəni maqni olmadan vitamin D işləyə bilmir. Belə şeylər var. O da yeni qidalardan yenə gəlir. Onu da başqa vaxt o barədə danışarıq. Amma bu günlər əsas vitaminlərin, sırf nutriyentlərin özündən söhbət açdım deyə bu sizə aydın olsun. Oldu. Yəni vaxtımız, zamanımız burada bitir. Təşəkkür edirəm dəstəyə görə, izlədiyinizə görə. Like edin, komentari yazın, sualınızı verin, repost edin, təkrar paylaşma mümkündürsə eləyin. Xidmətinizdəyik. Yəni savadımızı, bildiyimizi nə qədər bizdə var, o qədər o civarda sizə sunmaya hər zaman hazırıq. Müraciət eləyin. Nə əlimizdən gələrsə o qədər də sizə yardım edə bilərik baxımdan. Yenə də növbəti videomuzda görüşmək üzrə. Sağ olun.